Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 3-cü iclası çərçivəsində 3 günəş enerjisi layihəsi üzrə müqavilələr imzalanıb. Azərbaycan Respublikası Hökuməti və Enerjisa Cəbrayıl MMC arasında Azərbaycan Respublikasında 500 meqavat gücündə Üfüq Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı investisiya müqaviləsini Energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Eldar Məmmədzadə imzalayıb. Azərbaycan Respublikası Hökuməti və Clean Energy Cəbrayıl MMC arasında Azərbaycan Respublikasında 50 meqavat gücündə Şəms Günəş Elektrik Stansiyası layihəsi üzrə investisiya müqaviləsini Energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Xəyalə Nağıyeva imzalayıb. Azərbaycan Respublikasının Energetika Nazirliyi və Nobel Energy Limited şirkəti arasında Naxçıvan şəhərində 30 meqavat gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi isə Energetika Nazirinin müavini Elnur Soltanov və Nobel Energy Limited şirkətinin baş direktoru Vüqar Səmədi tərəfindən imzalanıb. Yaşıl enerji zonalarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən layihələrin reallaşması nəticəsində ümumilikdə illik 268 milyon kilovat stansiya elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 59 milyon kubmetr qaza qənaət edilməsinə və 128 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.